Tofiq Yaqublu'nun ölümü özünün də dediyi kimi bu ölkə üçün səssiz bir məsələ olmayacaq ki və Tofiq Yaqublu öldü, cəmiyyət də təəssüfləndi elədi. Bu belə bir şey olmayacaq əsla. Əgər Tofiq Yaqublu'nun başına bir şey gəlsə, bu ölkədə ciddi səs-küyə və dirənişə səbəb olacaq və o dirənişin başlanğıcı olacaq. Bugün acığının 6-cı günüdür və bugün hansı mənzərə ilə qarşılayacağımızı bilmirdik, amma bugün görüşdük, çox halsız idi və bugün üçün həkimin müayinəsindən sonra ürək döyüntüsü artıq 100-ə qalxıb, dünən üçün 96 idi, 100-ə qalxıb, təzyiqi 110-70 və dünəndən bugünə 1 kilo 100 qram çəki itirib. Bugün çəkisi 80, bugünlük üçün səhər ölçülüb 89 kilo 600 qram olub və 6 gündə Tofiq Yaqublu bu qədər sürətlə çəki itirməsi ciddi həyəcan siqnalı çalır. Çünki dəfələrlə acıq aksiyası edir və heç vaxt bu qədər olmamış. Yəni Tofiq Yaqublu'nun cəmiyyətə mesajı odur ki, mən möhkəməm, iradəliyəm, sona qədər davam eləyəcəm. Bu fikrimdən bir addım belə olsa geri dönmək fikrim yoxdur. Yəni Azərbaycan hakimiyyəti qərar verməlidir ya mənim azadlığıma, ya mənim ölümümə.